Mənəvi xəstəliyi, mənəvi rəzilliyi olan adam övliyalarla yola getmir, vəssalam. Övliya nə qədər yaxşıdırsa bir o qədər qıcıqlıdır onunla. Vəssalam, başqa bir səbəb yoxdur. Münafiqlərə güzəşt elirdi, bəli. Peyğəmbər buyurur ki, ya Əli, dünyanı bal eləyib münafiqə verəsən, sənlə dost olmayacaq. Bəs xəstəlikdir bu. Sərf eləyir ona, amma yenə də düşməndir. Əli ən çox sərf eləyəndir, ən çox güzəşt eləyəndir, eybini üzə vurmayandır. Amma yenə də düşməndir. İçlə bağlı məsələdir. Övliyalara münasibət daxillə bağlı məsələdir. Övliya sənin mənəviyyatın güzgüsüdür. Sən necəsənsə övliyanı ilə görürsən. Niyə görə düşmən idilər? Çünki özlərinin asılı deyil, içləri xarab idi, düşmənçilik edirdilər. Yadınızdadır, Məhərrəmlidə deyirdim ki, Yezidlə İmam Hüseyin arasında müharibədə çoxu belə deyirdi, bax, dünya pərəstlər, dünya üçün Yezidin başına yığılmışdı, filan, axirət pərəstlər İmam Hüseynin. Bilirsiniz, o söhbəti incələyəndə görsən səhv sözdür. Yezid heç kəsin dünyasını təmin eləmirdi. Onların bir çoxu cibindən pul xərcləyib Yezidin qoşununa gəlmişdilər. 30 min qoşuna pul xərcləyirdi. Yox, onlar pul verirdilər ki, bizim gücümüz buna çatır. Silah alıb hazırlayırlar, işləyirlər. Niyə bəs getdilər? Qoşuldular. Bunun psixoloji səbəbini demişdim. Demişdim ki, namərd xislətli adamlarda belə bir xüsusiyyət var. Oturur, hesablayır. Deyir, görün bu döyüşdən kim qalib çıxacaq? Yezid qalib çıxsa, mən Hüseynin tərəfində olsam, atamı yandıracaq. Hüseyin qalib çıxsa, mən Yezidin tərəfində olsam, bağışlayacaq. O da yaxşı, budur, namərd deyilir, gedir Yezidə tərəf. Bu namərd xüsusiyyətdir. Allah eləməsin ki, biz dinə qarşı, Allah göstərməsin belə bir namərd mövqedə dayanaq. Dinlə elə davranaq, ehtiyatlı olaq. Din bizə güzəşt elədikcə biz də rahatlaşmayaq. Allah eləməsin bu bir gün dinlə düşmənçiliyimizə gətirib çıxarda bilər. Din bizə güzəşt eləyir, bağlayır, göz yumur. Amma biz arxayınlaşmayaq, cürət tapmayaq. Günahlara cürət tapmayaq. Qəlb məsələsidir, Ramazan ayında nuraniləşək. Yəqin ki, 23-cü gecədə Həzrət Əli əleyhissalamı daha çox sevirik biz. Əgər qəlbimiz paklaşıbsa, bu 23 gün ərzində, 3 Qədir gecəsindən sonra, indi sevgimiz Həzrət Əliyə dolub daşmalıdır. Paklaşıbsa, daha çox sevməliyik. Zamanında niyə sevmədilər? Ona görə ki, tənəzzül eləmişdilər, çirkinləşmişdilər.